Tural çox məyus və kədərli idi. Həyatında heç nə qaydasında getmirdi. İstədiyi həyatı yaşaya bilmirdi. Onun arzuları vardı, lakin hələ ki reallaşdıra bilməmişdi. Bu onu çox məyus edirdi. Daim bu barədə düşünürdü. Bir gün o Instagramda bir post görür və təəccüblənir. Bu, Motivas kanalının Kağız və Qələmin Sehirli Gücü kitabı haqqında post idi. Tural dərhal mesaj yazaraq kitabı əldə etmək istəyir və qısa müddət ərzində kitabı alır. Kitab Turalın əlinə çatanda dərhal kitabı diqqətlə oxumağa başlayır. Çox keçmədən kitabın hamısını oxuyub bitirir. Kitabı bitirən Tural kitabda yazılanları icra etməyə başlayır. Getdikcə Turalın həyatında dönüş nöqtəsi yaranır. Tural bir müddət sonra bəzi arzularını reallaşdırmağa başlayır. Artıq o əvvəlkindən daha xoşbəxt hiss edir. O, kitabdan çox məmnun qalır. Kitabı almağı sizə tövsiyə edirəm. Bu arada Motivas kanalını izləməyi yaddan çıxarmayın.